Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 16-sına olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 15-dən 16-sına keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 13-16 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacaq. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 12-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq. Hava məlumatını dinlədiniz dəyərli izləyicilər. Görüşənədək.